Əli əleyhissalam Bəsrədə çıxış eləyir. Deyir ki, Xızırın duasını bacarsız ömrünüzdə bir dəfə oxuyun. Belə deyir, bacarsız həftədə bir dəfə. Bacarmasaz ayda bir dəfə. Bacarmasaz ildə bir dəfə. Bacarmasaz heç olmasa ömürdə bir dəfə. Xızır duasını oxuyun, Həzrəti Xızırın duasını. Cəmaət qulaq astı, xütbə qutardı, çıxla getdilər. Bir nəfər maraqlanmır ki, ay bala, bu Xızırın duası nədə, ya əmir əl-möminin, bu qədər deyirsin, heç olmasa bunu bir dəfə ömürdə oxuyun, ya həftədə oxuyun. Bir nəfər çıxdı Kumeyl adında. Gəldi, dedi ki, ya əmir əl-möminin, o duanı istəyirəm mənə öyrədərsiz. Dedi ki, əlbəttə öyrədərəm, əlbəttə öyrədərəm. Mən adam axtarıram, nə söylədim, adamlar soruşmur məndən. Öyrənmək istəmir. Mən elə adam axtarıram, göydən düşdü ki, bir adam bir şey soruşsun, nə söylədək ona. Gəl gedək sənə duanı öyrədim. Duanın adı indi oldu Kumeyl duası. Əsli Xızır əleyhissalamın duasıdır. Əli əleyhissalam nəql eləyib, Kumeyl yazıb, oxuyub, adı gəlib indi hər yanda Kumeyl duası oxunur. Kumeyl özündən çıxartmayıb o duanı. Kumeyl nəql eləyib də o duanı Əli əleyhissalamla. Ona görə onun adı ilə indi məşhurdur, Kumeyl duası. Ondan sonra gözəl bir söz buyurdu Əli əleyhissalam. Dedi ki, Kumeyl, sən bizlə çox oturub durursan, çox get-gəl eləyirsən bizim qapımıza və bizə vacib olur ki, sənə öyrədək. Deməli, Əhl-i Beytin qapısına çox gedəndə onlar da adama mərifət verir. Bizə vacib olur ki, sən bizim qapımıza çox gəlib gedirsən deyə biz sənə öyrədək. Tutumumuz artdıqca daha çox mərifət qoyulur bizim qəlb qabımıza. Çox pisdir ki, adamın ürəyinə baxsınlar, desinlər, bunu tutumazdır, buna çox şey verməyin, xarab olar bu, buna az mərifət verin, az məlumat verin.